Hamınıza salam dostlar. Bu günlərim sizlərlə birlikdə yeni aldıqlarım videosu çəkirəm. İlk olarak bu kartdan başlayacağım. Bunu açım mən. Bu açılıbdı. Var idi. Çoxundan məndə var idi. Amma bilmirəm indi var. Çünki əvvəllər var idi. Nəsə vermiş ola bilərəm. Belə bir stiker aldım. Bunu açım. 80 qəpiyə almışam. Açılmadı. Burada qiymət satırım. Açıq mən bunu belə deyəsən 4 ədəd olur. Mən bunu başqa stikerlərdən almışdım. Belə bir ədəd belə qızdı. 2 ədəd deyim. 2 ədəd dərəsindən. Belə bunları mən çox sevirəm. Bunları mən qoyayım. 4 ədəd olmalıdır. 4 ədəddir. Belə bir stiker dəftəri aldım. Mən bundan əvvəl almışdım, amma videosunu deyəsən atmamışdım. Çox sevdiyim idi. Bu stikerlərdən məndə bitdiyim üçün başqa stiker dəftəri aldım. Belə bir çarmı var. Belə bir. Məndə bunun başqa çarmı da var. Əslində onun sinema olsun, eynisi məndə var idi. Sizə deyəni göstərim. Özdə çarmı da yenidik. Belə. Şöyle deyim. Ama eynisi da. Bunun burası da. Hani de bu. Bir de bunun burasındaki taxılanda sarıdır. Gəlin bunun içərisini turunu edəcəm. Mən əslində elə də tur etmirəm. Ayrı video çəkmək istədim. Sadəcə çox dəqiqəli olsun deyə çəkmək istədim elə. İlk olarak burada belə stikerlər var. Burada da belə stikerlər var. Burada da belə stikerlər var. Burada da belə stiker var. Burada da stiker var. Burada da stiker var. Burada da stiker var. Burada da stiker var. Burada şəffaflara keçirik. Burada belə. Belə. Bu şəkildə. Belə. Ve bloknot vərəqləri. Mən bunu saymaq istəyirəm. İçində nə qədər stiker şey varsa. Əvvəl aldığımda 6 ədəd idi. Belə vərəqi 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə, 7 dənə, 8 dənə. 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə, 7 dənə, 8 dənə. Vərəqləri sayacağım. 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə, 7 dənə. Buraya 8 dənə mən səhv saydım. Bu kadar idi. Və mən bunları bu sinema rollu şeydən məndə əvvəl var idi. Sonra qutardı. Mən bunu heç yerdə tapa bilmədim deyə belə bir stiker dəftəri almışdım. Məni izləsəz bilərsiniz. Bu stiker dəftərindəkiləri də şəffaflardan kromiləri bunun içine koydum. Maymeli uçları da bura koydum. Ben şəffaf işlədirəm. Öbürsülər də zərli idi deyə kağızdan ağ stikerlərimi də qoya bilmədim. Ona görə bunun içində maymeli uçlarımı koydum. Bunu da elə belə qoymuşam. Qarışmasın deyə. Burada da kromilərimi koydum. Bir nə stiker topladım. Hiç olmaz ve karışık stikerlerde yani başka stikerlerde bunun içine koydum. Böyle karışıktı bunlar. Pompompuri falan olduğuna göre ben bunu karışık elədim çünkü eyni değil. Karışığa aittim. Bunu ben boğulaya bilməsəm. Bu kadar idi ve kanalıma abone olup like atmayı unutmayın. Sağ olun. Böyle videoların gelmesini istiyorsanız like atın ve abone olun.